Salam dostlar, kanalıma xoş gəldiniz. Səhər gözümü açar açmaz bu gözəl mənzərə ilə qarşılaşdım. Hər yer yamyaşıl idi. Baharın təravəti havada hiss olunurdu. Qızımı bağçaya apardım. Hava biraz yağışlı olsa da bu sərinlik mənə xoş gəlirdi. Evə qayıdarkən özüm üçün təzə, isti qoğal aldım. Bu balaca, amma mənim üçün böyük sevinç deməkdir. Evə çatıb bir stəkan təzə dəmləmiş çayla o qoğalı ləzzət ilə yedim. Həqiqətən bu anlar mənim üçün çox özəldir. Hətta deyə bilərəm ki, ən sevdiyim səhər anıdır. İsti təzə qoğal və evdəki sakitlik. Evdə yüngülvari təmizlik işləri gördüm, çünki axşamdan artıq bütün işləri görmüşdüm və mətbəxə keçdim. Bu dəfə fərqli bir yemək hazırlamaq istədim. Əvvəlcə qulançarı yaxşıca yuyub, doğradım və təmizlədim. Sonra onları qazana əlavə edib üzərinə su tökdüm. Təxminən 10 dəqiqə qaynatdım. Bu zaman qulançar çox yumuşaq olur, amma diqqət etmək lazımdır ki, çox da qaynamasın. Əks halda içindəki vitaminlər itə bilər. Dostlar, qulançar vitaminlə çox zəngindir. Tərkibində A, C, E, K və B vitaminləri, xüsusilə də fol turşusu B9 ilə zəngindir. Bunlarla yanaşı antioksidantlarla doludur tərkibi, həzmə kömək edir, detoks təsiri var, immuniteti gücləndirir, ürək sağlamlığı üçün faydalıdır, dəri və saçlar üçün faydalıdır. Ümumiyyətlə faydasını saymaqla bitməyən çox zəngin tərkibə malik bir bitkidir. Mən bir dəstə qulançardan istifadə etmişdim. Ona görə də bir ədəd orta ölçüdə soğan götürdüm. Soğanı xırda-xırda doğrayıb tavaya əlavə etdim. Daha sonra yağ əlavə edib soğanı qızılı rəng alana qədər tavada qovurdum. Ocaqda yavaş-yavaş bişən soğanın ətri artıq mətbəxə bürümüşdü. Soğanlar qızılı rəng almağa başlayanda hazırladığım qaynadılmış qulançarları həmin tavaya əlavə etdim. Tavada soğanla qulançarı birlikdə bir neçə dəqiqə qaşıq vasitəsilə çevirərək bişirməyə davam etdim. Üzərinə isə zövqə uyğun duz və istiot əlavə etdim. Mətbəxə o qədər gözəl qoxu yayılırdı ki, iştahın açılmaması mümkün değildi. Dostlar, son olaraq 2 yumurta qırıb üzərinə əlavə etdim. Tavanın qapağını örtüb bir neçə dəqiqə bişməyə qoydum. Arada tavanın qapağını açıb çevirmək istədim. Düzdür, yaxşı çevirməsəm də kənarlara tökülsə də çevirdim ki, digər üzü də yaxşı bişsin. Yumurtalar bişdikdən sonra yeməyimiz artıq hazırdır. Burada isə mən onun dadına baxıram. Doğrudan da mükəmməldir. Hər birinizi hazırlamağı məsləhət görürəm. Siz istəsəz bunu qatıqla da yeyə bilərsiniz. Sarımsaq qatıq və adi qatıqla da çox ləzzətli olur. Günortadan sonra ev daha da canlandı. Qızım bağçadan qayıtdı, yoldaşım da işdən gəldi. Birlikdə yemək yedik. Yeməkdən sonra yoldaşım bir sürpriz edəcəyini dedi. Dedi ki, sizi çox gözəl bir yerə aparacağam. İçimdə həyəcan artdı. Nə gözlədiyimi bilməsəm də ailəmlə bir yerdə olmaq mənə yetərli idi. Və getdiyimiz o yer sanki bir nağıl idi. Lalələrlə örtülmüş geniş bir çöl. Yaşılın ən parlaq tonu, göy üzünün sakitliyi, təbiətin dili olmayan səsi. O mənzərəni görmək bəlkə də günün, hətta bu ayın ən gözəl hissəsi idi. Sadəcə dayanıb seyr etdik. Ruhum dincəldi. İçimdə bir minnətdarlıq duyğusu yarandı. Bu həyatın gözəllikləri çox zaman sadəliklərdə gizlidir. Bir çiçək, bir nəfəs, bir səssizlik qədər yaxın. Vloguma baxdığınız üçün hər birinizə çox təşəkkür edirəm. Ümid edirəm ki, bugünkü sadə amma dolu anlar sizə də xoş hisslər yaşatdı. Bəyəndinizsə like etməyi və kanalıma abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək sevgi ilə qalın.